Müəllim, ikinci suala baxardıq zəhmət olmasa. Mənim səhvlərim sizin kitabdandır. Bu Koderadan mənim suallarım yoxdur. Bu Müəllim, elə ki, ikinci sualın ikinci sual. 1.1-dir. Deyir ki, Bəli. termometr vasitəsilə otağın temperaturunu ölçən bir şəxs otaqdakı temperaturun 23 dərəcə olduğunu bildirdi. İfadəsində informasiyanın hansı xassəsi ödənir? Bu obyektiv informasiyadır da, düzdür? Bəli, obyektiv informasiyadır. Amma müəllim, burada termometr olduğu üçün biraz qarışdırdım ki, dəqiq olmur onda. Yəni özü təxminən demir axı bu qədər termometr vasitəsilə ölçür. Ona görə biz obyektiv deyirik. Ben de seçtim burada. Hamur da götürmek istedim. Özünün olsaydı, yox, tamlıq olmadı siz niyə? Çünki tamlıq xassəsi qərar qəbul etmə prosesi ilə bağlıdır. Qərar qəbul etməyə kifayət edir. Məsələn, belə deyək də, atıram. Məsələn, deyək ki, deyirəm ki, otaqda havanın temperaturu 23 dərəcədir. Məsələn, deyək ki, mən bir dənə bitki qoymaq istəyirəm ora. Orada minimum temperaturu 23 dərəcə olmalıdır ki, o bitki qalsın, yoxsa öləcək məsəl üçün. Bu halda o informasiya tam informasiya olardı mənim üçün. Yəni temperaturu 23 dərəcədir. Amma o həmin anda, məsələn, o cür baxsaq, bu həm də adekvat da ola bilər, aktual da ola bilər, faydalı da ola bilər. Amma onlar yerindən asılı olaraq, zamanından asılı olaraq dəyişən şeylərdir. Məsələn, informasiyanın adekvat olması məqsəd və vəzifələrə uyğunluğuydu. Düzdürmü? Ya da şəraitə, yerinə uyğunluğuydu. Bəlkə ki, həmin vaxtı mənim nəzərdə tutduğum, məqsədində olduğum şey tamam ayrı şeydir. Ya da aktuallıq olsun. Məsələn, bəlkə həmin zaman üçün mənə lazım deyil o məlumat. Bunlar bir-birinə yaxın olduğuna görə adam biraz qarışdırır mənim. Amma obyektivlik elə bir şeydir ki, yəni bu heç kimin fikrindən asılı olan bir şey deyil, bu informasiyanın var olması və s. Anladım. Sonra Bir də 40-a baxayım mənim zəhmət olmasa. Beləncəli misallar qalır. 18 verilib. Bir də 18-ə baxaq, sonra Müəllim, 9-a da baxardıq. 9 əvvəldə var idi. 9. Obyekt vasitələrin həqiqi vəziyyətini, real vəziyyətini əks etdirən informasiya necə adlanırdı? Etibarlı informasiya. Burada mən 9-da bəli, B götürmüşdüm. Etibarlı informasiya olmalıdır. Səhv çıxıb cavab? Cavab A çıxıb. Yox. B-dir. Bəli, etibarlı informasiyadır. 13-ə də baxardıq mənim zəhmət olmasa. Y yazmışdım mən 13-də. İradə gülü qoxlayaraq onun çox gözəl ətirli olduğunu dostuna söylədi. İradənin dostu eşidib də səs informasiyası alır. 13 müəllim. 13-cü sual, mən 14-də baxırsınız siz. Aşağıdakı ifadələrin hansı doğrudur? İnformasiya həmişə məlumatdır. Bu doğrudur. Amma məlumat həmişə informasiya olmaya da bilər. Y yazmışdım müəllim. İnformasiya məcmusu məlumatdır yazmışdım. İnformasiya məcmusuna məlumat demirik. İnformasiyanın xassələrini ödəyən məlumata informasiya demişik. Məcmu bilirsiniz nədir? Toplu, cəm. İnformasiyalar toplusunda biz məlumat demirik ki. Sonra burada 18 var. 18-ə qədər sual olan var. Mətn tipli verilənlərdə qiymət nə ilə ifadə olunur? Simvollarla ifadə olunur. Simvollar. Sonra 25 var mı? 25-ə qədər sual olan. Xeyr. Aşağıdakilerin hansı informasiyanın növləridir? Səs informasiyası var idi, düzdürmü? Taktil. Bir də taktil var idi, 2-4. 2-4. Sonra 38. burada 38 yoxdur deyəsən. 30-da bitir, hə? İkinci bölməsində yəqin Mən 38. 1.2 keçirildi. 1.2-də Mən Koderaya baxırdım onun üçün. 23 var mənim 1.2-də. 23. 2-3 yazmışdım, plus 5 də var. Çap etmək, axı ötürmək də artıq. Müəllim, mən də orada 22-ci sualı yazmamışam. Neçənci? Mən biraz emalı ilə qarışdırıram. 22-ci sual. Onu başa düşmədim, yazmadım. Bir şey elan eləmək, açıqlamaq, sonra
çap etdirmək. Bunlar informasiyanı ötürmək də başqalarına. Məsələn, bir var ki, belə bir şey düşünək də. Deyirəm ki, şagird lövhədə misalı həll etdi. Bu emaldır. Amma məsələn, şagird misalın həllini lövhəyə köçürdü ya da nə bilim oxudu və s. olsa bu artıq belə deyək də yəni bir işi başqaları üçün görürsənsə bu artıq ötürülməyə girir. Əgər bir şeyi müəyyən bir iş gördün, nəticə aldın. Məsələn, alimin Sanki özü üçün eləyəndə emaldır müəllim, başqaları üçün belə deyək də eləyəndə müəyyən bir işdən nəticə alıramsa bu emaldır. İşləmişəm, nəticəsini almışam. Nəticəsini açıqlayıramsa bu artıq ötürmə olur. Aydındır. Müəllim 22-ci suala baxardınız. 22. Bəli, bəli. Burada bax 1 ilə 3 eynidir, düzdürmü? 1 bərabərdir 3-ə. Sonra 1 5-dən balacadır. Bu kiçikdir 5-dən. Düzdür? Bəli. Sonra burada 3 4-dən ağırdır. Yəni bu 1 də onda 4-dən ağır olacaq. Elə deyilmi? Bəli. Müqayisə kimi elədir. Bəli, bəli. Sonra 2 də 4-dən daha ağırdır. Yüngüldür. Bəli. Ağır ağır. Aşağıda olanlar yenə çəkisi ağırdır deyə o Elə bil yüngüllər ki, yuxarıdadır. 2 də 4-dən ağırdır. Bax 4 1-dən də yüngüldür, 3-dən də yüngüldür, 5-dən də yüngüldür. Düzdür? Eyni zamanda 2-dən də yüngüldür. Deməli ən yüngülü 4-dür də. Yəni havada olanda yuxarıda olan, yəni yüngülü Bəli, yüngül olan. yuxarıda. Hə, başa düşdüm. Bu 25. biraz məntiq tiplidir. 25. Orada niyə bir 5-i götürmürük yəni? Çünki məsələn müəllimin onlayn dərsinin videosunu qeyd eləməsi, yəni bu saxlanır da, yəni videoda. Video saxlanmaya aid deyilmi? Bir saniyə. Neçədiriz? 20 neçə? 25-də məsələn mən 1-5-i götürmüşəm. Orada niyə bir aid olmasın, onu başa düşmədim. Bir aiddir. Bir aiddir. 5 aiddir, daha doğrusu 2 niyə aiddir? Şagirdin 1, 2, 5 misalın çıxıb həllini. cavabda Çünki yazması. Müvəqqəti Bu emo olduğunu kimi ola gedə bilər, bilər yəni axı. silinir. yox, Ötürülməsi həll olur eləməsi demir sanki. ki, həll eləyib, yazır ora. Bəli. Hə, o mənada yəni saxlanma götürülüb orada. Yəni belə düşün də, nə fərqi var ki, müəllimin şagirdin adını jurnala qeyd etməsi ilə şagirdin lövhəyə misalın həllini yazması arasında nə kimi fərq var ki? Tamam. Biri müvəqqətidir müəllim, lövhədə yazılan silinir, amma jurnaldakı qalır belə fərq Fərqi olsa. yoxdur. Məsələn, onlayn dərsin video yazısını da silə bilərəm də. Belə deyil ki, jurnala qeyd Elədir. elədiyimi də silə bilərəm, ağarda bilərəm, hər nəysə. Hə. Yəni bir şeyin müddətinin önəmi yoxdur ki, saxlanması üçün. Yəni daimi saxlanmalıdır deyə bir şey yoxdur, amma uzun müddət qoruyub saxlaya bilirik də lövhədəkindən. Yəni o da saxlanma sayılır. Bəli. Mən 26-da 5 niyə olmur? Baxaq. Bu bayaq dediyim də çap etdirəndə nə olacaq? Ötürmə olacaq da. 1-də 5-də. Hə, bildim bəli. Sonra 20, 21-də 28 yazılır. 28. İnformasiyanın qəbulu. Deməli, informasiyanın qəbuluna aiddir nə? Zəng səsini eşitməsi, düzdürmü? Baş məşqçinin rəqib komandanın önündəki oyunlarına baxması. Sonra saxlanmaya aid ola bilər nə? Burada saxlamaya aid heç nə yoxdur axı. Bəli, müəllim, mən də elə 2-yə heç nə uyğun tapmadım. Amma orada siz variant yazmısınız 2-yə.
Hə, ola bilər ki, mən onu düzəldib ötürülmə kimi yazmışam, amma sizə atdığımda düzəltməmişəm ona görə. Yəni ki, ötürülməni yazmışam ora. Çünki burada şeyə aid saxlamaya aid heç nə yoxdur. Emala aid var. Müəllimin dərsi hazırlaşması, proqramçının yeni proqram hazırlanması. Buna C ilə D uyğundur. Bu da B-yə uyğun olmalıdır yəqin ki. B yazmışam, amma saxlamaya aid deyil bu. Bir də müəllim 29-da 2-yə Y-niyə uyğun oldu. 29-da ötürülməsinə uyğun oldu. Bəli, Bəli, məndə də o mən Yəni səs mən çıxıb. təkcə B B yazmışam. yazmışam Uyğun sadəcə. olmaqda Amma yeni qanunu dərc eləməkdə məqsəd nədir? İnsanlara ötürmək deyil ki, o məlumatı. onda çap etmək, dərc etmək, bunlar ötürülmə olacaqdı, Bəli, doğrudur? bəli, bəli. Mən Sonra 1.3-də şifahi sual var ya, o birinci sual. Onlar düşür, yəni banisi kimdir, nə bilim, yaranma tarixləri. var deyə ya orta məktəb kitabında ya da metodik ikisindən birində var. Ona görə onları yazıram ora test kimi. Düşməz nə yaxşı, amma bilmək olmur da həyat. Bəzən imtahana elə şeylər düşür ki, heç vaxt düşməz deyə düşündüyüm şeylər düşür. Ona görə yəni söyləmirəm. Bu düşə bilməz, bu mümkün deyil demirəm də heç vaxt. 8 mənim sualım idi, yoxdursa 8-ə baxaq. 8 varmı 8-ə qədər sual? Bir. Burada nədir? Cəmidir. Mən orada İfadələrin cəmi. 13-ə bir də baxarsan. 9-a baxardıq müəllim 13-ə qədər. Müəllim, 8-də cəmidir səhvət. Nətər 8-də necə cəmidir? 8 ilə 7-nin cəmi 51 vermir axı. 9 ilə 9-un da cəmi 15. 81. tərsinə Tərsinə yazın. yazıldı. Toplayıb tərsinə yazın. 6 ilə 6 12 eləyir 21 yazır. 9 ilə 9 18 eləyir 81 yazır. Aydındır. Bir də 13. 9-a Bəli, bəli, baxardıq 13-ə müəllim. baxar. 9 Bəli. 13. 9 sonra 13. Deməli bax 90. Necə yaza bilərik? 90. Samitlər sayıb burada 4 dənə. Sonra Başa düşdüm. 51. 4 dənə samit var. Bəs nə 10-cu da? Qoy baxaq. Hmm. Burada kvadratlar cəmidir. 2-nin kvadratı üstə gələ 7-nin kvadratı 53 eləyir. Bizdə Əzbən. 4-ün kvadratı üstə gələ 1-in kvadratı olacaq. Sonra bir dənə çəkdiniz 13. Bəli. Baxaq. Bunun bunu çıxıb, bundan bunu çıxıb. Deməli 5-in kvadratından 3-ü çıxıb 22 alıb. 3-ün kvadratından 4-ü çıxıb 5 alıb. 6-nın kvadratından 3-ü çıxıb 36 alıb. 2-nin kvadratı. 2-nin çıxıb 2 alıb. İndi burada 4-ün kvadratından 1 çıxacaq da. Hmm. 14. Wi-Fi parolunu öyrənmək istəyən bir nəfər əldə etmək üçün inteqralının cavabı parollu şəklində cavab əldə etməkdir. Həmin şəxs üçün informasiyanın hansı xassəsi pozulub? Anlaşılıqdır da bu. Yəni aydın verilməyib də bu parol. Hər kəs bunu bilmək məcburiyyətində deyil ki. Mən burada tamlığı da götürərdim və ona görə çaşıram. Bəli, mən də elə tamlığı götürmüşdüm. Tamlıq, yəni bizə lazım olan şey nədir? Şifrə. Düz? Əgər bu başa düşülən olsaydı tam idi da əlimizdəki məlumat, elə deyil.
Belədir ki, elə həll edib yəni cavabını tapmaq, Yəni yəni belə tam belə vermir də yarım düşünürük də, yəni verir. bu əgər aydın olsaydı tam olardımı? Ona baxırıq. Aydın olsaydı tam idi məlumat. Aktualdır çünki şeydir, lazımdır da yəni həmin anda bizə. Etibarlıdır çünki cavabı əldə elədiyi şeydir. Yəni parolu bilən adamdır. Obyektivdir çünki parol heç kimin fikrindən, qərarətindən asılı deyil də, bu ümumi bir məlumat. Bir dənə qalır burada anlaşılıq. Başa düşülmür yəni. Sonra neçə? 20. 20. İnformasiya mənbəyi Burada orada A olmur. yox. İnformasiya saxlayan mühit informasiya daşıyıcısına deyirik. İnformasiya mənbəyi Hə. öyrəndiyimiz hər hansı obyekt, hadisə və ya prosesə deyirik informasiya mənbəyi. Sonra neçə? 22 deyir müəllim mən. 22-də deyir. Nə olmaz? Niyə 4 ilə 6 uyğun deyil? İnformasiya emalı nəticəsində yeni informasiya əldə edilir. Polis şahidlərin ifadələri əsasında cinayətkarı müəyyən edir. Burada yeni informasiya var. Düz. Ulduzlardan gələn işığı təhlil edərək onun bizdən hansı məsafədə olduğunu müəyyən edir. Bu da yeni informasiyanın əldə olunmasıdır. Alqoritmik dildə hazırlanan proqram kompüter tərəfindən icra edilir. Yeni bir şey yoxdur. Burada yeni bir şey yoxdur, tərcümə var. Arxeoloq daş kitabədəki məlumatı oxuyur. Bu informasiyanın toplanmasına aiddir. Musiqiçi notlara baxaraq musiqi ifa edir. Burada da yeni bir şey yoxdur. Sadəcə formasını dəyişir, təsvir formasını. Şagird tərcümə Altı proqramından olan. istifadə edərək alınan mətni alman dilinə tərcümə edir. Burada da yeni Bu ayrı informasiya olur da. yoxdur da. Bir formadan başqa formaya çevirmə var. Anlaşıldı mı? Boya verdim ki dublu otaqdadır. Sonra neçə? 30-cu sualda müəllim 3-ə A yazmışdım. D çıxıb. Hə. Neçə? Nəsə deyirdi müəllim. Müəllim, mən bağışlayın. 12-ni bir dənə eləyə bilmədim. Bunların hamısını eləyə bildim. 12-də necə olar o 1.3-də 12? Tapa bilmədim bayaqdan. Bir saniyə baxaq nəsə. Rəqlərin kvadratı. Elə bil ki 7 çıx 3-ün kvadratını tapıb. 7 çıx 2-ni. Necə? Elə bil çıxıb, 7-dən 4-ü çıxıb 3, kvadratı 9. 7-dən 2 çıxıb 5, kvadratı 25. Belə, çıxıb kvadratı yüksəlir. Kvadrat 9-un 7-dən 2, 5, 5-in kvadratı 25. Bildim. Sonra neçəyə baxırıq indi? 5. Mən 30-cu sualda 3-ə A yazmışdım. D çıxıb. Danış olsun. Baxaq. Tam informasiya. Tam informasiya qəbul edən üçün kifayət edəndir. Düzdür, biləcək. Etibarlı informasiya müxtəlif 2-yə yerdə, düzdür, müxtəlif mənbələrdən yoxlanılıb nəticələr Da seçilən. problem oldu. Anlaşıqlı informasiyadakı başa düşülən. A. 1-ə C, 2-yə 3-ə. Bəli, mən də A yazmışdım. 3-ə D çıxıb. Ona Bəli, görə mən də təkrar orada elədim. Hə, yox, A. çıxmış. Aydın. Çox bitdi burada. Sonra o zaman keçək bu birisinə bu. Nə idi? Mən bir dənə də 13-dən necə olur? 13-ü də tapa bilmədim. Tamam. 13-dən necə olur? Bir saniyə baxaq 13 dənəsə. Həmin o şeylərdən də adam biraz məntiqi deyiblər. Bunlar hə. Burada bunu bayaq dedik deyəsən. 5-in kvadratından 3 Yox, çıxır. 12-ni deyir. 13-ü deyirəm mən. 12-ni 13 deyir. 13 deyirəm, onu da demişik. 5-in kvadratından 3-ü çıxdıq. 3-ün kvadratından 4-ü çıxdıq. 6-nın kvadratından 3-ü çıxdıq. 2-nin kvadratından 2-ni çıxdıq. Yəni ikincinin kvadratından birincinin kvadratını çıxdıq. Bildim.
Deməli 5-in kvadratından 3-ün kvadratını çıxdı. Necə 22-dir. Kvadratın çıxmırsınız. Yəni 5-in kvadratından 3-ü çıxırsınız. Hə, evet. Kvadratın yox, özünü. Hı, hı. Çox sağ olun müəllim. Burada bitti mi tam? Burada məndə bitdi, amma Kaderada qalmışdı. Onu bir Hə, dəfə də indi baxaq. işləmişdim Koderəyə yayda. baxaq. Hı. Okey, baxaq. O 47 səhifə 8-də o beləncini özüm elə rəqəmlər qoyuram, elədim, düz olmadı. Nahar üçün ABC yazdım. Yəni belə yemək adları. Əlavə yeməklərdən də 4 dənə variant, içkilərdən də 2 variant. Bir Burada belə məsələ hesabladım. nədir? Deyir ki, 3 variant, əlavə yeməklərdən 4 variant, içkilərdən isə 2 variant təklif edilir. Hər bir yeməkdən və içkidən Belə birini seçməklə neçə variantda? Burada məsələ nədir? Bax, birinci nədir? Birinci yemək. İkinci nədir? İkinci yemək. mən də belə yazmışım. Bir də içki. Üçüncü. Düzdür? Birinci yeməkdən 3 dənə variant var. İkincisindən 4 dənə, içkidən də 2 dənə. Sadəcə vurursunuz bunları bir-birinə, nəfəs salın. Birincidən 3 dənə, ikincidən 4, üçüncüdən də 2. 2 isə Salam, vurur düşmüş. bir-birinə Hə, cavab qurtardı verirsin. 20. Birisi 47. Sonra bir də ki 40-a 45. baxardıq. Ondan Necə? əvvəlkilərdən 40 var məndə. 40. 40-a Bəli, qədər 40 var məndə də sualına. var. 30-a baxardıq müəllim. 30. 30'a qədər var mı kimdəsə? Xeyr. İnformasiyanın qəbulu prosesinə aiddir. Müəllimin şagirdin qiymətini elan etməsi ötürülmədi bu. Müəllimin şagirdə ev tapşırığını söyləməsi ötürülmədi. Elan etməsi yenə ötürülmədi. Eşitməsi qəbul. Bir şeyi eşitmək qəbuldur. Məsələn, olsaydı ki, burada şagirdin müəllimin onun qiymətini deməsini dinlədi. Ya da dərsi dinlədi. Bu qəbul eləmək olacaq. Mhm. Mən düzləmdə də qərar verməkdə 28 emal. mən qarışdırdım. Neçə? 28. İnformasiyanın rəqəmsal formadan analog formaya çevrilməsi informasiyanın hansı prosesinə aiddir? Emal. Bir formadan başqa formaya çeviririk. Emal bu. Hə, başa düşdüm. Bayaq 40-da 40-a baxırdıq. 40'a qədər var sual olan. Bir dənə cəmi 40-la 45 qalıb məndə müəllim. 40'a qədər var. Kimrəsə sual? Yox. Emal qaydasını müəyyənləşdirib sual içərisində yerinə yazılacaq ədədi tapın. Bu da elə bayaq elədiyimizlərdən. Hamısını toplayıb 2-yə vurub, hamısını toplayıb 2-yə vurub, hamısını toplayıb 2-yə vurub. 18 olacaq. Vururuz 1. Vurursan 2'ye. 2. 1 plus 3. 41 də onda elə olur da, hə, müəllim? 41'də kvadrata oxşayır. Fərqin kvadratıdır bu da. Çıxıb kvadrata yüksəlir. Bayaq elədik. 9 tapır, hə, sizin testdə olan kimi. Yəni. Bir dənə söz deyim, 40-da düz cavab 18 eləyir. Məncə 9 eləyər axı. Niyə? 0 ilə 9'u toplayıram. 9 2'yə vuranda 18. 9-u 2-yə vurursan. Hə, 18. Mən 42-yə baxaq da, mən onu qarışdırdım. Baxaq. İlman dərsində İlahə, Zeynəb, Ayaz və Talih sırada dayanıb. Ayaz, Zeynəb ilə İlahənin tam tən ortasında dayanıb. Ya belədir, ya da belədir. İkisindən biri. Ayazla Zeynəb arasındakı məsafə Talih ilə
İlahi ile tarih arasındaki mesafeye beraberdir. Ayazla Zeynep arasındaki mesafe ilahi ile tarih arasındaki mesafeye beraberdir. Yani tarih ya buradadır ya da buradadır. Düz? Çünki məsafə var. Elə bir dənə məsafə var da. Bununla bu, burada da var. Bununla bu. E, Zeynəb ilə Talih arasındakı məsafə 12 metrdir. Zeynəb ilə Talih arasındakı məsafə 12 metrdir. Bura 12 metrdir. Fərqi yoxdur. Burada da həmin şeydir. 12 metr. Nəyi soruşur məndən? Ayaz ilə Talih arasındakı məsafəni. Yəni hər bir halda belə də olsa, belə də olsa bu məsafəni istəyir. Arada neçə dənə aralıq var? 1, 2, 3 dənə aralıq var. 12-ni bölərəm 3-ə, eləyir 4. Yəni 4 buradakı məsafələrin hər biri 4-dür. Ayazla Talih arasındakı məsafəni istəyir. 4-ün üstə 4, 8. Başa düşdük? İşi budur. Bizim Bəli. Növbəti tapşırıq. 46-ya Bir baxaq. dənə, bir dənə müəllim 45-ə baxaq ondan Hə, əvvəl. 45 məndə də 45, 46, 47. 45 biraz çətin gəldi ha. Emal olunma müəllim İnformasiya təqdim hansı etmə qayda ilə emal olunduğunu müəyyən. Burada şey yoxdur axı, çətin gələn şey məzmunu yoxdur. dəyişir. Səhv Bəli, var, orada şəkil. yox idi. Şey yoxdur Necə? burada. Cədvəl yoxdur. Cədvəli verməli idi. O yoxdur. 45-də. Hə, Bəli. mən də baxdım ki, bu nəyin izahını verir, nəyəsə baxa bilmək lazımdır da bunu. Baxdım, dedim bəlkə mən səhv bilirəm. Səhv bilmisiniz. 45-i deyirsiniz müəllim. Bəli, demək. Hə, cədvəli yoxdur. 46-ya baxaq. Verilmiş fikirlər əsasında Cavidin yarışda neçənci yer tutduğunu müəyyən edin. İmran, Kamran, Yusif, Kənan, Valid, Cavid qaçış yarışlarında iştirak edirlər. Bu sualda Mənim problem var. ikinci qabaqladı, yəni ikinci oldu deməkdir. Bu sualda problem olmalıdır məncə. İmran sonuncu oldu. Deməli, Bəli, İmran mən də o Valid sualdan ikincini qabaqladı. bu Qabaqladı, sualda mən bilən səhv yadında qalmayıbsa, bu sualda problem var idi. Qoy bir dənə baxaq. İmran, Kamran, Yusif, Kənan, Valid, Cavid. Valih ikincini qabaqladısa 2 olur. Deməli, birinci yer, ikinci yer, üçüncü, Birinci dördüncü, Kamranı tapdım. 5, 6. Burada nəsə problem olmalı idi. İndi bir dənə baxaq. İmran sonuncu olub, 6-cıdır. Deməli, bunların hamısına minus qoyuram. Burada da bunlara hamısına minus qoyuram. Sonra Yusif Kənandan tez, Caviddən gec finişə çatdı. Deməli, Yusif sonuncuda ola bilməz. Hətta 5-ci də ola bilməz. Amma 1-ci də ola bilməz. Düzdür? Çünki əgər Yusif 1-ci Yusuf 2 olsaydı, tapdım mən. Caviddən gec çata bilməzdi. Düzdürmü? Burada Yusif Kənandan tez, Caviddən gec finişə çatması, buna ehtiyacımız yoxdur. Bu şərt artıqdır. Caviddən gec finişə çatıbsa da, Caviddən gec finişə çatıbsa birinci ola bilməz. Kənandan tez finişə çatıbsa da sonuncu ola bilməz. 5-ci də ola bilməz, çünki 6-cı İmran idi da sonuncu. 5-ci olsa bundan sonra kimsə ola bilməz axı. İndi məsələ nədir? Kənandan tez çatıbsa Kənan da birinci ola bilməz. Caviddən gec finişə çatıbsa Cavid də 5-ci ola bilməz. Düz? Valih yarışda ikincini qabaqladı. İkincini qabaqlayıbsa birinci olub da onda. Düz? Kamran finişə Valihdən tez çatdı. Bu nə tər ola bilər ki? olmaz müəllim.
Onda müəllim birinci Kamran olur da. Burada ziddiyyət İkincini qabaqladı, yəni ikinci oldu. Şey, yox. qabaqlatsa o birinci olur. Onda Burada ziddiyyət var, avtomatik ziddiyyət. Ziddiyyət var. Yəni bir şərt o biri şərti inkar edir burada. Sonra Mənim 47-ci test. 47-ni dedik bu dəqiqə. 47 deyil. Bayaq dedik bu. Aa, Üç, shit. dörd, iki. Vururuq bir-birinə. Bəli, bildim, qarışdı. Hı -hı. Sonra Yoxdur mənim burada bu qədər hamısını eləmişəm. sonra başqa kimdəsə var mı sual? Burada. Olsa növbəti 1.2 olsa şeydir. 50 dənə sual edirsən burada cəmi. Bəli mənim qalanı keçmədiyimlərimizdəndir. Ona görə bir dənə elə bunu elədim. Bir də ki, müəllim, bir söz deyim. Buyurun, buyurun. O Kaderada o Sezar zat da var idi. Məsələn, təhlükəsizlik zat. Onlar demək olar ki, bildiyim Sezardan bir-iki dənə sual. Yəqin ki, onları keçərik də ayrıca. Simmetrik, asimetrik də var idi. Təbii ki. Onlara ayrıca mövzu kimi keçəcəyik biz. Bir ikisi yadımdan çıxıb qaldılar onlar. Onlara şey eləyəcəyik. Ayrı mövzu kimi keçəcəyik də informasiya təhlükəsizliyi. Ona görə şey deyil. Sonra indi bizdə bir də bunu bu bölməni vermişdim desən, hə? 3 nöqtə. Amma onun cavablarını atmamışam, hə, mən sizə. Həm də Bunları mən işləməmişəm. mən də işləmişəm. Mən onları işlədim, amma ki, yəni yoxlamadım. 4-cü günə tam bitirərəm. 100-ə yaxın işlədim, 100-ə qədər. Aha. Onda gəlin Kodlaşdırmada. belə bir şey eləyək də. Mən bu günləri sizə informasiyanın, bu əlifba anlayışını, mətn informasiyanın kodlaşdırılması, onda keçərəm. Burada sual neçə dənədir? 160'dı diyorsun. 160. 160 bunu işləyərik. Burada ikinci bölməsində neçə sualdır? 80 dənə də buradadır. Bu iki bölməni verərəm sizə. Olan öyle. Çox oldu. Vermeli. Bəli. Cahan müəllimənin gözü qorxdu. Əslində bu Özünüzünkiləri verəsiniz mənim. hər iki bundan verəcəm. Çünki şeydir. Əlavə kod yarazıb da versəm çox olacaq. Çatıramayasınız. Ona görə hər iki bir dənə bu. Hələ ki bunu versiniz mənim çox eləmir axı, yaxşıdır. Yox, 161-dir, 80 də 1, 240 dənə sual eləyəcək. Olsun. İşləmək olar məndə. Birinci bölmə onsuz da elə çətin olmayacaq. İkinci bölmədə biraz mürəkkəb şeylər var. Belə bir şey deyim də. İndi bu bizi atacaq bir dəqiqəyə. Təkrar bir də qoşula sizə o əlifba, mətn informasiyanın kodlaşdırılması, əlifba məsələləri, əlifba anlayışı, onları izah edeyim. Sonra bu tapşırıqları götürək biz. Yəni eyni linkdən qoşulacaq müəllimlər təkrar. Elə indi qoşuluruq, yaxşımı? Axşamınız xeyir müəllim. Bir sual verə bilərəm? Təbii ki. Rus bölmələri ancaq A sektor kitablarına işləyəcək, yoxsa belə sizdə rus bölmələri üçün vəsait var, yoxsa yoxdur? Rus bölmələri üçün demək olar ki, heç vəsait yoxdur. Bir dənə demin test toplusu var. Bəli. Elə ona görə soruşmaq istəyirəm. Bir dənə dimdir deyə. Burada mən şeyi görə bilmirəm.
Siz kim idinizsə? Aydan. Hə, Aydın müəllim. Demin test toplusudur, o da hələ heç çıxmayıb, yəni eləməyib. 25 çıxmayıb, 24 var. Mən uşaqlarla 24 işləyirəm, amma 25 yoxdur. 25 məndə var axı deyim. Rus bölmələri üçün yoxdur. Hə, rus. Rus bölmələri üçün çıxmayıb elə. Bəli. Bu gün soruşdum mən orada demdə, dilər olacaq elə. Yəni ki, bir həftəyə də yəqin ki olacaq, çapdan çıxacaq. Eləsində vəsaitlərin olmadığı üçün də mən A sektorundan qoşulmuşam. Düzdür, başa düşürəm, amma bilmirəm, yəni Rus sektoru ilə verim, yoxsa A sektorundan verim imtahanı. Rus bölməsində vakansiya çox olur. Bəli, ona görə elə daha çox şans olur orada, amma vəsait yoxdur, heç vəsait yoxdur. Deyim də mən sizə hal-hazırda elə bir mənim kitablarımı 2 dənə müəllimə tərcümə eləyir. Aha. Amma nə zamana bitirəcəklər, nə zaman olacaq, onu bilmirəm dəqiq. Bəs sizin kitabları kitab mağazalarından əldə etmək olur, yoxsa? Valla soruşmaq lazımdır. Siz mən aptoyalara verirəm. Daha ümumi. Onlar hansı mağazalara verirlər, nə edirlər, mənim ondan başım çıxmır. Yəni mən aparıram Ancaq kitabları. sizdən götürə bilərik də, ancaq kitabları üstə. Mağazalarda varsa bilmirəm də, hansında var, hansında yoxdur. Ona görə tam dəqiq bilmirəm. Mənim özümdə var, problem yoxdur. Məndə qalır biraz. Amma yəni bilirsiz necə olur? Mən ayda bir aparıram, verirəm ümumi şeyə, mərkəzə də belə deyək, 28-ə ya da sədrəyə ümumi şeylər var, məntəqələr. Pulumu alıram, gəlirəm bu üzrə də. Yəni bilmirəm onlar hansı kitab mağazasına verirlər, hara satırlar, necə eləyirlər. Ona görə tam olaraq məlumatlı deyiləm. Yəni mağaza gəlib gəzib kitab verməmişəm. Bizdə mən rayonda yaşasam da sifariş vermişəm, gətirəcəklər. Hə, vəssalam, bunda problem yoxdur. Testiniz də var mənim satışda. PDF-in Onun yeni nəşri çıxacaq deyə köhnə nəşri qalmayıb mağazalarda. Məndən o günlər zəng elədilər, istədilər, dedim yoxdur. Yəni yeni nəşrini hazırlayıram deyə da köhnə nəşrdən təkrar çapa vermədim. dəyişikliyi var mənim. Köhnə nəşrdən yeni nəşrdə çünki 2021-22-də çıxmışdı da o köhnə nəşri. Yəni yeni nəşri istər-istəməz oradan bura xeyli Mənim dəyişir. kitabların PDF-ləri yoxdur. PDF-ləri var amma PDF kimi verə bilmirəm. PDF olaraq var. PDF-dən çıxardırlar onsuz da kitabı çap eləyəndə. Amma yəni PDF kimi ata bilmirəm. PDF kimi almaq da olmur. Yox. Fərqi olmur da. Siz necə bir şeydir? İstər-istəməz PDF-dən bilirəm, amma PDF-də işləmək daha rahatdır ona görə. Hər yerə daşımaq olurdu onu. Orası elədir, amma bizdə onsuz da PDF eləyib çıxardırlar onu, amma yəni şeyin qabağını almaq ümumiyyətlə olmaz elə. Hətta kitab evləri belə, bax, məsələn, digər müəllimlərdə də görürəm. Biraz kitab satılırsa, hər kitab evinin özünün mətbəəsi var demək olar ki, balaca. Bir də baxırsan ki, sənin kitabı çap edib başqaları satır öz kitab evində. Sən xəbərin yoxdur. Azərbaycanda yəni o sahə şeydir biraz. Tamamilə nəzarətsizdə belə deyək. İndi biz başlayaq şeyə. Deməli, informasiyanın kodlaşdırılması əlifba anlayışı. Baxın, keçən səfər dərs keçəndə biz kodlaşdırma sistemlərindən mətn informasiya necə kodlaşdırılır ondan danışdıq. Ona qədər burada bir şeyi bilmək lazımdır. İnformasiyanın kodlaşdırılmasına iki tip yanaşma var. Birinə məzmun yanaşması deyirik. Məzmun yanaşması. Məzmun yanaşması haqqında sadəcə orta məktəb kitabında belə bir cümlə keçib. Deyirlər ki, yəni burada
Əsasən informasiyanın məzmununa baxılır, amma informatika nöqteyi nəzərindən məzmun yanaşması bir qədər fərqli şeydir. Nədir? Bir də əlifba yanaşması var. Əlifba yanaşması və yaxud da buna deyirik texniki yanaşma. Yəni texniki yanaşma ona görə deyirik ki, biz kompüterlərdə texniki yanaşmadan, əlifba yanaşmasından istifadə eləyərək informasiyanın miqdarını təyin edirik, kodlaşdırırıq informasiyanı və s. İndi məzmun yanaşmasında prinsip nədir? Məzmun yanaşmasına əsasən hər bir hadisənin baş vermə ehtimalına baxılır. Məsələn, bax, belə bir şey deyim sizə. Düzdür, bilmirəm bu sizə qəbulda rastınıza gələr yoxsa yox, amma müəllim olaraq anlayışınız, məlumatınız olsun deyə məlumat verirəm buna bağlı. Baxın, məzmun yanaşmasında belə bir şey var. Deməli, deyirəm ki, qutuda tutaq ki, 2 qara, 6 ağ top var. Seçilən topun ağ olması haqqında məlumat neçə bitdir? Neçə bit olar? Bax, biz əgər texniki yanaşma ilə baxacaq olsaq, yəni 8 dənəsindən biri də hər biri 3 bit informasiya daşıyır. İstəyirsiniz ağ olsun, istəyirsiniz qara olsun. Biz adətən bu cür götürürük. Amma indi deyəcəm onun səbəbini də. İndi burada məsələ nədir? Deməli, qara olması, qutudan çıxarılan topun qara olma ehtimalı 8-dən 2-dir. Çünki 8 dənə top var, ikisi qaradır. Bu qara olma ehtimalıdır. Ağ olması ehtimalı 8-də 6-dır. Bu bizdə eləyir 4-də 1, bu bizdə eləyir 4-də 3. Yəni, biz deyirik ki, məzmun yanaşmasında ağ olması haqqında məlumat daha yüksək ehtimallıdır. Ehtimal nə qədər yüksək olursa, onun entropiyası daha aşağı olur. İndi entropiya nədir deyəcəksiniz? Entropiya informasiyanın qeyri-müəyyənlik həddidir, qeyri-müəyyənlik dərəcəsi. Nə deməkdir o? Yəni, əlimizdə olan məlumat nə dərəcədə müəyyən olursa, o dərəcədə informasiya olur. Məsələn, deyək ki, qutudan topu çıxarmaq istəyirəm. Amma qutudan topu çıxarmadan məndə heç bir informasiya yoxdur. Amma məndə olan məlumat nədir? Yəni, 4 haldan birində qara çıxa bilər. Yəni, mən desəm ki, çıxan top qara olacaq, onun ehtimalı 4-də 1-dir. Entropiyası dolayısıyla 4-də 1-dir. Daha doğrusu, entropiyası bunun əksidir də. Elə bil ki, 1-də 4. S-in ehtimalı isə 4-də 3-dür. Yəni, entropiyası daha aşağıdır. Yəni, bir şeyin baş vermə ehtimalı nə qədər çox olursa, o hadisənin entropiyası o qədər aşağı olur. Əgər ehtimal 1 olursa, yəni 100-ə 100, məsələn, deyirəm ki, qutuda 8 dənə ağ top var, çıxarılan topun ağ olması ehtimalı. Bu 100-də 100-dür də, 8-dir. Deməli, burada entropiya 0-a enir. Entropiya 0-a enəndə həmin informasiya yəqin informasiya olur. Yəni, 100% bu baş verir. Aydındır? Yəqin olaraq bilirik bu hadisəni. Buna deyirik yəqin informasiya. Yəni, məzmun yanaşmasında dolayısıyla bir şeyin, bir hadisənin, bir obyektin haqqındakı məlumat 100% olmur. Yəni, müəyyən ehtimal dairəsində olur. Və o ehtimal nə qədər aşağı olursa, deyirik ki, bu entropiyası yüksəkdir. Yəni, informasiya olmaq funksiyası azdır. Nə qədər entropiyası aşağı olursa, informasiya olmaq məzmunu yüksəkdir. Və bir də məzmun yanaşmasında informasiyanın bitlərini hesablayarkən kəsrlə də qiymət alırıq. Baxın, belə bir düsturdan istifadə edirlər. Loqaritma 2 əsasdan 1 bölünsün P düsturundan istifadə edirlər. Bu düstura deyirlər Shannon düsturu.
Shannon informasiya nəzəriyyəsinin banisidir. Buradakı P hadisənin ehtimalıdır. Məsələn, bax, deyək ki, qara olması ehtimalı nə qədər idi? 4də 1 idi. Qara olması haqqında neçə bit informasiya var deyirsə, belə hesablayırlar. Loqaritma 2 əsasdan 1 bölək 4də 1. Yəni, dolayısıyla loqaritma 2 əsasdan 4, bu eləyir 2 bit. Çünki 4 2 üstü 2 deməkdir. Amma məsələn 4də 3 üçün həmin şeyi hesablasaq, loqaritma 2 əsasdan 1 bölünsün 4də 3. Bu da eləyir loqaritma 2 əsasdan 3də 4. Bilirəm, çox şey başa düşmürük, amma izah eləmək üçün eləyirəm bunu. Məlumat vermək üçün. Yəni, imtahanda belə loqaritma hesablamamız lazım gəlməyəcək. Bax, bu da bizdə 0 tam neçəsə eləyir. Deyək ki, 0,8 olsun. Normal həyatda, adi kompüterdə 0,8 bit, 0,7 bit anlayışı yoxdur. Bunun səbəbini keçən səfər dedim. Dedim ki, bit dedikdə ya 0 ya da 1 nəzərdə tutulur. Yəni, bir dənə vəziyyət. Ona görə onu 0 tamla ifadə edə bilmirik. Amma məzmun yanaşmasında tamla ifadə eləmək, yəni kəsirli ədədlərlə ifadə eləmək mümkündür. Əlifba yanaşmasında bu mümkün deyil. Ona görə biz kompüterlərdə texniki yanaşmadan, yəni əlifba yanaşmasından istifadə edirik. Və biz ehtimalına baxmırıq. Hər bir şeyin baş vermə ehtimalını bərabər olaraq qəbul edərək məsələyə yaxınlaşırıq. Başa düşüldü? Yəni, qara da çıxsa, 8 dənə top olduğuna görə qara da çıxsa, onun 8 2 üstündə 3'dür. Dolayısıyla 8'də olsa, yəni qarada olsa 3 bit informasiya olacaq. Ağ da olsa 3 bit informasiya olacaq. Bu cür baxacaq məsələyə. Vəssalam. İndi gələk məzmun yanaşması haqqında yəqin ki, müəyyən bir anlayış oldu. Yəni, riyazi olaraq məzmun yanaşmasını biz ehtimalla ifadə edə bilirik. Amma kompüterlərdə texniki olaraq məzmun yanaşmasını ifadə edə bilmirik. Ona görə biz istifadə edirik texniki yanaşmadan. Yadınıza qalarmı? İndi texniki yanaşmanın hardan çıxdığına baxaq. Baxın, sadə bir nümunə üzərindən gedəcəm. Bura qədər izah elədiklərindən anlaşılmayan bir şey varmı? Ya da nəsə başa düşüldü mü? İndi, gəlin sadə bir nümunədən biz o texniki yanaşmanı almağa çalışaq. Məsələn, belə bir sual verirəm. Deyirəm ki, A, B, C, D, Y, F simvollarından ya da hərflərindən istifadə etməklə neçə 4 simvollu kod düzəltmək olur. Burada 6 simvol olduğu üçün 6 üstü 4 olacaq da. Yəni, niyə 6 üstü 4 olur? Gəlin birinci ona baxaq. Bax, birinci yerə kodun birinci simvoluna 6 hərfin hər birini yaza bilərəm. Yəni, A da ola bilər, B də, C də, D də, Y də, F də. 6 mümkün hal var. İkinci halda yenə 6 mümkün hal var. Üçüncü yerdə yenə 6 mümkün hal var. Dördüncü yerdə yenə 6 mümkün hal var. Biz sadəcə bunları bir-birinə vururuq. Bayaq o informasiya prosesləri mövzusunda Codera'da bir sual var idi. Yemək seçmək məsələsi. Xatırlayırsınız? Bəli, 4'ü hasilləri idi. eyni prinsipdir. Hasil prinsipi. Bu olacaq 6 üstündə 4. Başqa bir nümunə verək. Deyirəm ki, 1, 2, 3, 5, 7, 9 rəqəmlərindən istifadə etməklə neçə 5 rəqəmli ədəd yazmaq olar? Yenə də həmin şey olacaq da 5 dənə yerimiz var. 5 dəfə birinə var. Hər dəfəsində 6 dənə müxtəlif rəqəm yaza bilirəm. Olur 6 üstündə 5. Bu qaydanı ümumiləşdirsək, yazıram ki, hər biri M vəziyyətdə olan ya da N vəziyyətdə ya da M yazaq da M vəziyyətdə ola bilən Müəllim, hər birindən bir dəfə istifadə olunan deyəndə 6, 5, 4 yazırıq.
6, 5, 4, 3, 2. Biz indi bu əlifba məsələlərində adətən ondan istifadə edə bilirik. Hərçənd ki, o cür məsələlər də qarşımıza çıxacaq. Hətta fərqli şərtlərlə, cüt, tək, nə bilim, nə, onlar qabağımıza Bəli. çıxacaq. O məsələlərin üzərində izah edəcəm. Mən indi başqa şeye gəlməyə çalışıram. Ona görə onu hələlik göz ardı eləmişəm. Tamam. Deyirəm ki, hər biri M vəziyyətdə ola bilən K uzunluqlu ya da sayılı, fərqi yoxdur. Kodların maksimal sayı böyük M bərabərdir M üstündə K düsturu ilə hesablanır. Bu nə deməkdir? Bax. Hər biri neçə vəziyyətdə ola bilirdi? Baba bu sualda məsəl üçün 5 rəqəmli ədəd yazmaq istəyirəm. 6 vəziyyətdə ola bilirmi? Yəni əlifbada 6 dənə simvol hərfdən istifadə edirəm. 6 dənə simvoldan istifadə edirəm. Yəni M-im neçə olur? 6. Uzunluq nəyə bərabərdir? Burada 5-ə, burada 4-ə. K-nın qiyməti neçədir? Birində 5, birində 4. Onda ümumi halların sayı N bərabərdir. M üstündə K düsturu ilə hesablanacaq. Buna uyğun başqa bir nümunə verək. Gəlin onun üzərindən də davam edək. Məsələn, deyirəm ki, informasiyanı ötürmək üçün hər biri 5 fərqli rəngdə işıq siqnalı ötürə bilən elektron lampalardan istifadə olunur. Elektron lampalardan istifadə olunur. 7 lampa vasitəsilə ən çox neçə siqnal ötürmək olar? Neçə müxtəlif siqnal ötürmək olar? İndi baxın, hər biri neçə fərqli rəngdə işıq siqnal ötürə bilir? 5. Yəni, M-imiz neçədir? 5. Lampaların sayı uzunluğu bildirir. Yəni, elə bir dənə lampa, 2 dənə lampa, 3 dənə lampa, 4 dənə lampa, 5 dənə, 6 dənə, 7 dənə lampa quraşdırmışam. Siqnallar ötürürəm. Deyək ki, birinci ağ oldu, ikinci sarı, üçüncü qırmızı, dördüncü nə bilim nə. 5 dənə müxtəlif rəngin kombinasiyasından istifadə edirəm. Neçə müxtəlif siqnal ötürmək olar? Yəni, K-mız da neçədir? 7-dir. Ümumi say N bərabərdir. M üstündə K-ydı da, düzdür? Yəni, olacaq neçə? Demək, 5-in üstündə 7. İndi bu məsələni bir qədər fərqli də verə bilirlər. Məsələn, verirlər ki, 5 fərqli vəziyyətdə işıq siqnalı ötürə bilən elektron lampalardan istifadə olunur. Sonra da deyir ki, məsələn, 1000 müxtəlif siqnalı ötürmək üçün ən az neçə lampa lazımdır? Hatta böyük M verilib 1000. Burada 5-in qüvvətlərinə yaxını tapacağıq da, 5 üstü. Böyük N-i 1000 verib. 1000 götürürük. 5-in neçənci dərəcədən qüvvətini verir? Onu axtarırıq. Sadəcə 1000 5-in qüvvəti deyil. Onda baxıram ki, bu 1000 hansı 5-in qüvvətləri arasında yerləşir? 5-in üstündə 4, 625 eləyir. Və 625-dən böyükdür. O demək ki, 504-dən 505-in arasında yerləşir. Yəni, bizə neçə dənə K-nın qiyməti neçə ola bilər? 5 ola bilər. K bərabər olacaq 5. Aydın məsələdir ki, 625-i 5-ə vuranda 3025 eləyir. Böyük ədəddir. Amma yəni 3025 müxtəlif siqnalı ötürmək olar 5 dənə lampa ilə. Amma
Əsas məsələmiz nədən ibarətdir? 1000 dənəsini də onun içində ötürə bilirəm. Ona görə məndən ən az sayı istəyir. Başa düşüldü mü? Sonra bura qədərini başa düşdük tam. Belə aydındır. Baxın, indi gəlirik ən əsas, ən önəmli hissəyə. Biz informasiyanı kodlaşdıranda dedik ki, nəyin vasitəsilə kodlaşdırırıq? Bitlərin vasitəsilə. Bit dediklərini nəzərdə tuturuq 0 yaxud da 1. Yəni bit ikilik kodlaşmanın əsas obyektləridir. Yəni 0, 1, plus, minus, hər nə ilə işarələyirsə eləyin, fərq eləmir. Qısacası, hər dəfəsində bizim əlifbamızda neçə dənə simvol olur? 2 dənə, 0 ya da 1. Düzdür? 0-1. Sıfırlar və birlər vasitəsilə informasiyanı kodlaşdırırıq. Yəni, m-in dəyəri 2-dir. Onda bizim bu düsturumuz n bərabərdir. 2-nin üstündə k şəklini alırmı? M üstü k idi. M-imiz həmişə 2 olduğuna görə 2 üstü k olacaq. Bax, bu düstura deyirlər Hartley düsturu. Düsturu. Bəzən bu düsturu, baxın, burada k-nın tapılması əməlinə loqaritmləmə deyirik. K bərabərdir loqaritma 2 əsasdan n. Yəni, n 2-nin neçənci dərəcədən qüvvətidir? Loqaritma o deməkdir 2 əsasdan. Bəzən də belə yazırlar bu düsturu. Sual verirlərsə ki, məsələn, testə düşər, Hartley düsturunu göstərin. Və belə də ola bilər, belə də ola bilər. Başa düşüldü mü necə? Bəli, aydındır. İndi, baxın, burada n bərabərdir 2-nin üstündə k-da əlifba yanaşmasına görə n-ə deyirlər əlifbanın gücü. Əlifbanın gücü. Əlifbanın gücü dediyimiz şey həmin əlifbada kodlaşdıra biləcəyimiz simvolların maksimal sayıdır. Maksimal sayı. Bu k nəyi bildirirdi? Kod uzunluğunu. O kodların uzunluğuna nə demişik? Məsələn, var, 1, 0, 1 şəklində kodlaşdırsan bir informasiyanı. Bu neçə bit demək olacaq? 0-dan 1-ə bit demişik. Deməli, bu 3 bitdir. Ya da məsələn, 1, 0, 0, 0, 0 ilə kodlaşdırsaq neçə bit demək olacaq? 5 bit. 5 bit. Deməli, k uzunluq bildirdiyinə görə əslində k nədir? Bitlərin sayı, yəni 0-1-lərin sayı, uzunluğu. Başa düşüldü? İndi məsələn deyirəm ki, 6 bitlə kodlaşdırıla bilən simvolların maksimal sayını tapın. Simvolların maksimal sayını tapın. 2 üstü 6. Sayını tapın. Deməli, bizdə qayda nə olacaq? Böyük n bərabərdir 2-nin üstündə 6. O da eləyəcək 64. Burada bir dənə şey elədiyim. Bəzən minimal sayı istəyə bilər. Məsələn, deyərəm ki, 6 bitlə kodlaşdırıla bilən simvolların minimal sayını tapın. Bax, maksimal sayı 2 üstü k-dır. Minimal sayı tapanda minimal. Bunu özümüz üçün qeyd eləyərik bir yerə harasa. Ya videoya baxanda qeyd eləyərsiniz, fərq eləməz. Çünki belə şeylər qabağınıza çıxacaq sizin. Nümunə məsələ verəcəm buna aid. Deyirəm ki, bunun üçün düstur budur. 2 üstündə k çıx 1 plus 1. İndi bunun nə demək olduğunu izah eləyəcəm. Məsələn, baxın, deyirəm ki, 6 bitlə kodlaşdırılan simvolların minimal sayını tapın. Minimal sayı neçə olacaq? N bərabərdir 2-nin üstündə 5 plus 1, yəni 33. Burada məsələ nədir? Baxın, 32 olsaydı, əgər 32 olsaydı, 32 2-nin üstündə 5 deməkdir. Yəni, 32 müxtəlif simvolu kodlaşdırmaq üçün ən az 5 bit lazımdır. Yəni, 5 bit olsa 32 dənə simvolu kodlaşdıra bilirəm. Amma düzəyə bunu 6 bitlə də kodlaşdıra bilərəm.
Amma 6 bitlə kodlaşdırıramsa, aydın necə? Həmin say minimum neçə olanda 6 bitlə kodlaşdırıram? 33 olanda artıq mən onu minimal olaraq 6 bitlə nə edəcəm? Kodlaşdıracağam. Aydın necə? Yəni sualı belə qoyurlar da. Minimum 6 bitlə kodlaşdırılan sualı izahım səhv anlaşılmasın deyə yazıram ha. Minimum 6 bitlə kodlaşdırılan ən az neçə simvol var? Simvol olar. Ya da məsələni belə qoyurlar. Məsələn deyirəm ki, sinfin şagirdlərinin hər birini bir unikal ikili kodla kodlaşdırmaq üçün ən az 5 bit lazımdır. Sinifdə olan şagirdlərin minimal və maksimal sayı nə qədər olar? Minimal və maksimal sayı nə qədər olar? İndi burada mən bilirəm ki, 5 bitlə kodlaşdıra biləcəyim maksimum say neçədir? 2-nin üstündə 5. Düz? Bəli. Minimal sayı tapmaq istəsəm, 2-nin üstündə 4 4 çıx plus 1. Demək, bu eləyəcək bizə 32. Bu eləyəcək bizə neçə? 17. Yəni, sinifdə ən az 17 nəfər şagird var, ən çox 32 nəfər şagird var. Tam başa düşdük məsələn şərtini. Ümumiyyətlə, bu belə deyək də, işin mahiyyətinə aydın oldu mu bizə? Bəli, aydın bölüm. Çünki bu tip məsələlər qarşımıza çıxa bilər potensial olaraq. Sonra davam edək. İndi, bəzən məsələni bir qədər fərqli qoya bilərlər. Məsələn, deyirəm ki, yəni, atıram, deyirəm 1024 simvollu əlifbada dərs sözü neçə bit olar? Deməli, 1024 simvollu, yəni böyük N bərabərdir 1024-ə. Bu da 2-nin üstündə 10 deməkdir. Yəni, hər simvolum neçə bitdir? 10 bit. Hər simvolum 10 bitdirsə, dərs sözünü istəyir məndən. Dərs sözündə neçə simvol var? 4 simvol. 4-ü vururam ona, eləyir 40 bit. Əgər byte-dan istəsəydi də 8-ə bölərdim bu. Başa düşüldü mü? Sonra bir də bunun üçüncü forması ola bilər. Məsələn, deyirəm ki, bir əlifbada otuz doqquz müxtəlif simvol var. Bu qədər simvolu kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Mhm, 6 bit. Bax, bu halda böyük N-i 39 verir. Amma 39 2-nin qüvvəti deyil.
Ben O zaman 39 böyük hansı ikinin qüvvətləri arasında yerləşib onu axtarıram. 2 üstü 5 ilə 2 üstündə 6-nın. O zaman K olacaq 6 bit. Ya da bir qədər də fərqli qoyaraq məsələni deyək deməli ki, burada ən az deyirsə kiçik götürməməliyik. yox. 2 üstü Bax, 5, 2 üstü 6 aralığında bax, bax. 39-dan böyük ən kiçiyi götürməliyik. Bilirsiz niyə bax? 5 bitlə kodlaşdırsam maksimum neçə simvolu kodlaşdıra bilərəm? 32 olur. 32 məsələn. 39 onun içində yerləşdirə bilmirəm axı. Aydındır mənim. Başa düşüldü? Mənim aydındır. Mhm. İndi bəzən belə bir şey də verirəm. Deyirəm ki, aba, belə bir şey verirəm. Hə, simvollar ardıcıllığı. Sözünün kodlaşdırıla bildiyi minimal simvollu əlifbada hər simvol neçə bitdir? Bax, bu halda birinci növbədə biz əlifbanı tapmalıyıq. Əlifba nədir? Müxtəlif simvollardan ibarət təşkil olunmuş çoxluq. Düzdürmü? Burada müxtəlif olanlar nədir? A-dır, B-dir, C-dir, bir də K-dır. Başqa müxtəlif olan varmı? Yox. Yəni, əslində bizim əlifbamız 4 dənə hərfdən ibarətdir. Söz böyük olsa belə. 4, 2 üstü neçədir? 2. 2. Deməli, hər simvolum neçə bit imiş? 2 bit. Deməli, minimal simvol əlifbada hər simvol neçə bit olacaq? 2 bit olacaq. Başa düşüldü? Sözdəki simvolların sayına yox, oradakı müxtəlif simvolların sayına diqqət edib tapacağıq. Başa düşülməyən bir şey var mı kimdəsə? Ümid edirəm ki, yoxdur. Demək, bu testi işləyəcəyik axıra qədər. Axıra qədər deyəndə ki, dediyimdə 3.1 ilə 3.2-ni hamısını işləyəcəyik. Növbəti dərsə qədər. Növbəti bölmə qrafikadır. Grafikanın gələn dərs izah eləyərik, keçərik. Aydın olmayan, qaranlıq qalan, başa düşülməyən nəsə varsa deyin, təkrar bir də izah edeyim. Var mı Onu kimdə sənə? test eləyəndə biləcəyik ki, nəyi başa düşməmişik. Hə, o da düzdür, amma Bir dənə söz soruşa bilərəm. təbii ki. Şagirdlərin informatika kitabını oxuması ötürülməsinə aiddir də informasiyanı. Belə deyil. Məsələn, kitab uşağa ötürür də. Oxumaq qəbul edir. Oxuyursan qəbul edirsən. İnformasiyanın toplanması kimi. Amma kitab oxumaq ötürülmə də ola bilər, bilirsiniz necə? Məsələn, ana qızına nağıl kitabını oxuyur. Bu informasiyanın ötürülməsi olacaq. Amma qız nağıl kitabını oxuyub, bu informasiyanın toplanması olacaq. Yəni, birinci halda anadır informasiyanı, prosesi icra edən, ona görə o ötürəndir. İkinci halda şəxsin özüdür informasiyanı əldə edən, ona görə bu qəbuldur. Mənbə qəbul edici kimidir da o birisində. Bəli, ikinci halda hə. Yəni, arada üçüncü şəxs yoxdur. Amma bilirsiniz, həm də nədir? Məsələn, deyirəm ki, ana qızına kitab oxuyur. Ya da nağıl oxuyur, nağıl danışır. Ananın qızı üçün hansı informasiya prosesi icra olunur? Ötürülmə. Ananın qızı informasiyanı qəbul edir.
Ana Qəbul edir. Yəni informasiyanı ötürür. ötürür. Başa düşdün necə? Ötürür. Hı. İnformasiya mən bəyənirəm, qəbul edəcəyəm. Ay, sağ ol. Yəni hansı tərəfdən baxdığımızın önəmi var da. Bəzi hallarda indiki prosesdə mən informasiyanı ötürürəm. Amma siz informasiyanı qəbul edən tərəfsiz, ötürən tərəf yox. Bəli. Həm toplamaq da deyə bilərik, həm də Bəli, qəbul qəbul edirik. edirsiniz. Müəllim, bu mətn informasiyanın kodlaşdırılmasında belə tip misallar var idi. Mərtəbə ilə bağlı, yəni binanın mərtəbələri, blok falan belə söhbətlər vardı. Mən 2022-ci ildə imtahan verəndə elə bir məsələ tipləri olurdu. İndi O tapşırığın işləşi tiplər qabağınıza çıxacaq müəllimə. Demək olar hər məsələ tipindən var orada. Nəyi ki eləyə bilməyəcəksiniz, birlikdə baxacağıq. Narahat olmayın. Təkrar hamısını izah edəcəm sizə. unutma. Oldu. Belə. Aydın olmayan bir şey yoxdur ki. Hamı başa düşdü dərsi. Bəli. Okey. O zaman bugünlük yekunlaşdıraq. İnşallah Allahın izni ilə Olur. 4-cü günü. 4-cü gün, eyni vaxtda. Müəllim, bir də İnşallah. dərsin videosunu biraz tez yükləyə bilərsiniz YouTube-a. Tamam, yüklənən kimi yollayacağım sizə, narahat olmayın. İnşallah. Oldu. Sağ olun. Oldu. Sağ olun. Gecəniz Sağ xeyir. olun müəllim. Xeyrə görüşürüz. Sağ olun. Oldu müəllim, sağ olun. Sağ olun.